Salamlar hər kəsə. Dərsimizə qaldığımız yerdən davam edirik. Növbəti tool haqqında danışacağam. Hamımızın bildiyi pencil, yəni ki, qələm. Burada da shape'lər çəkə bilərik qələmlə və bunun gözəl özəlliyi, bax gördüyünüz kimi qələmlə çizim elə etdikdən sonra bizə nöqtələri də vermiş olur. Və bu nöqtələr bu vektor fayl olduğuna görə bu nöqtələri sonra dəyişikliklər edə bilərik, hərəkət etdirə bilərik. Bax gördüyünüz kimi. Bu da Node tool'dan istifadə elədik. Öncəki dərslərdə öyrənmişdik. Pencil tool'dan sonra digər bir tool'a keçid edirik. Bu da alt hissəsində gördüyünüz kimi ox işarəsi var. Deməli aşağıda digər alətlər var. Məsələn, Path Brush tool. Bu da bildiyimiz adi brush tool'dur. Burada onun dəyərlərini biz artıra, azalda bilərik. Tutaq ki, bizə bu qədər bəsdir, kifayətdir. Belə. Opacity-sini dəyişə bilərik. Əgər tam sonra burada dəyərləri, rənglərini dəyişdirə bilərik. Məsələn, bizə belə bir rəng lazımdır. Digər buradan alətlərin deyək ki, settings hissəsinə keçid edə bilərik. Növbəti tool isə knife-dir. Knife isə belə başa düşə bilərik ki, bir pen tool-la bir dənə xətt çəkək. Tutaq ki, biz bu xətti, onun qalınlığını da dəyişdirək. Tutaq ki, biz bu xətti nə etmək istəyirik? Kəsmək istəyirik. Knife tool-u seçirik. Knife tool artıq biz diqqətlə baxsaq, hara gətirsəz, o hissədə tool'un, yəni alətin forması dəyişir, bir qayçı forması alır. Yəni deyirik, buradan kəs. Kəsdi, sonra nə olur? Artıq onu hissələrə bölmüş olur. Və gözəl tərəfi ora bir bizim tutmağımız üçün selection tool hissəsi də əlavə eləyir özü. Yəni burada kəsilmişdir artıq, belə deyək. Məsələn, biz onu hərəkət etdirsək, gördüyünüz kimi iki tərəfə bölündü. Bu təkcə stroke-da, yəni xəttdə işə yaramır. Eyni zamanda bir shape də çəksək, bu shape-də də knife tool-dan istifadə edə bilərsiniz. Məsələn, yenə seçirik. Gördüyünüz kimi artıq bunu hissələrə böldü. Bu qədər bəsit. Növbəti tool'umuz isə keçid edək növbəti tool'a. Növbəti tool'umuz məsələn elə bir şey, tutaq ki, bir xətt çəkmisiniz. Xəttin bir hissəsi digər hissəsinə görə daha qalın göstərmək istəyirsiniz. Bu zaman istifadə edə bilərsiniz genişlik yaratmaq üçün stroke width tool-dan. Məsələn, bu hissəmiz daha böyük, bu hissəmiz daha balaca və yaxud da orta bir yerdən məsələn belə bir şey elədim. Fərqli cür artıq öz zövqünüzə görə, tutaq ki, biz indi elə bir şey hazırlayaq ki, tutaq ki, belə bir şey hazırlayırıq. Buranı da genişləndirəcəm. Belə bir növü battle oldu. Məsələn, belə. Yəni, bu artıq sizin öz zövqünüzə qalmış bir şeydir. Nə etmək istəyirsiniz? Belə. Məncə, çox istifadəyə yararlı bir alətdir. Digər alətlər haqqında növbəti videoda öyrənəcəyik.